tövhid insanlara və cinlərə 5 səbəbə görə vacibdir. Birincisi, Allah Subhanahu taala məxluqatı yaratmağında hikməti budur. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur: "Və mə xalaqtul cinne vel insa illə liyabudun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyərək yaratdım. İkincisi, peyğəmbərləri göndərməkdə elə məqsəd budur. Uca Allah Quran-Kərimdə buyurur ki: "Və laqad ba'athna fi kulli ummatin rasulan an i'budullaha və ijtanibut-tağut." Elə bir ümmət olmasın ki, biz peyğəmbər göndərək və onlara mənə ibadət edin və tağutdan çəkinin deməyək. Üçüncü səbəb, Quranın nazil olma məqsədi elə budur. Tövhiddir. Uca Allah Quran-Kərimdə buyurur ki: "Əlif lam ra kitabun uhkimat ayatuhu thumma fussilat min ladun hakimun xabir alla ta'budu illa Allah innani lakum minhu nazirun və bəşir." Əlif lam ra bu kitab hikmətli və hər bir şeydən xəbərdar olan tərəfindən gələn ayələri mükəmməl və müfəssəl bir kitabdır. Allahdan başqasına ibadət etməyin. Mən sizə Allah tərəfindən olan müjdələyici və xəbərdar ediciyəm. Səbəblərdən dördüncüsü, bu Allahın insanlara və cinlərə olan tövsiyəsi və əmridir. Uca Allah buyurur ki: "Və-qada rabbuka alla ta'budu illa iyyah." Rəbbiniz tövsiyə etdi ki, ondan başqasına ibadət etməyin. Beşincisi, bu Allahın haqqıdır. Uca Allah Quran-Kərimdə buyurur ki: "Va'budullaha və la tuşriku bihi şey'a." Allaha ibadət edin, ona heç bir şeyi şərik qoşmayın. Hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Ey Muaz, bilirsənmi ki, insanların Allah üzərində olan haqqı və Allahın insanlar üzərində olan haqqı nədir?" Dedi ki, Allah və Rəsul daha yaxşı bilir. Dedi ki, Allahın insanlar üzərində olan haqqı ona ibadət etsinlər, ona heç bir şeyi şərik qoşmasınlar.